Bax, əksər müsəlmanlar bu duadan qafildir. Baxın, Abu Bakr radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, "Allimni duaən əd'u bihi fi salati." Deyir, ya Rasulallah, mənə dua öyrət, mən o duanı namazımda oxuyum. Yəni, mən namaz qılanda o duanı eləyim. Peyğəmbər aleyhissalatu vesselam deyir, qul, yəni Abu Bakr deyir, de. Yəni, namazda de ki, Allahümmə inni zaləmtu nəfsi zulmən kəsiran və la yəğfiruz-zunubə illə ənt fəğfir li məğfirətən min indik vərhamni innəkə əntəl-ğafurur-rahim. Hədisi Buxari rivayət edib. Deyir, denən ki, Allahım, mən özümə çox zülm etdim. Günahları yalnız bağışlayan sənsən. Özün günahımdan keçməklə məni bağışla və rəhm et. Həqiqətən sən bağışlayan və rəhimlisən. Əzəmətli dua. Yəni, əgər Peyğəmbər sallallahu aleyhi və səlləm Abu Bakra bu duanı etmək öyrədirsə, görün bizim bu duaya nə qədər ehtiyacımız var. Mən bütün qardaşlara nəsihət edirəm ki, bu duanı öyrənsinlər. Salamdan qabaq edilən dualarda, yəni namazda Allahumma salli oxuyandan sonra, salavatdan sonra, salamdan qabaq bu duanı etsinlər. Bu duanı Peyğəmbər sallallahu aleyhi və səlləm Abu Bakr radiyallahu anhuya öyrədib. İxlasla.com saytı tərəfindən təqdim olundu.